Mən Gəncəyə gəldikdə xəbər edeyim. Şu Gəncəyə gələ canlı daşıma. Gəlib işimi görüb qayıdıram. Yağımı zadını dəyişib qayıdıram. Saçımı qırtıb qayıdıram. Canlıya görə danışmırıq ki, biz səndən gələrdim, oturardıq, görüşərdik. Mən dedim, gələndə xəbər edəcəm, gəl çay içərik. Gələndə bu səfər edəcəm, yaxşı. Yalan demirsən? Yox, Allah. Nə qəşəng olmuşsan, babuş, arıqlamısan ha. Sən də qəşəksən. Almadın da məni. Yox, biz dost qalaq da. Sən çox açıq-açıq geymirsən axı. Həm də bura gəlib teoreticiyə baxa bilməyəsən sən. Sən biraz nətər deyərlər, nazlı xanımsan. Mən Qazaxlı deyə, mən orada Nə olsun, göbəyin açıqdır. Göbəyin açıq gəzir. Belə şey geyinirsən, inanmıram mən sən burada bacarırsan. Niyə açıq geyinmirəm? Mən bir damcı açıq edib, olsun da orada nə var ki, hamı geyinib. Sən qoymazsan geyinmərəm də. Krasavçıq deyib, mama. Ölürəm də səndən çox xoşum gəlir sənin. Həki? Boyun, buxunun, yaraşığın, danışığın. Xoşuma gəlir, ləzzət edirəm. Bizə başqa cürə, sən tontişsən, amma şirinsən. Eşinə, baba, gələndə xəbər eləyərsən, görüşərik, yaxşı. Yaxşı. Canına danışarıq. Öpdüm səni, paka. Paka. Getdi, hara gedirəm az? Tanımam, baxmadı, tanımamaz. Mən də indi tanıyacaqlar. Qəşəng qızdı. Gəncədə şəkilçat çəkdi, dedi məndən. Gəldi, belə yaxşıdır, açıq-saçıq geymişdi, belə şəhər saçını belə döymüşdü burasına. Göbəyə açıq, burasından da yarığı var idi, başa düşürsən. Koftanı geymişdi, yarığı idi, belə aşağı əlində görükürdü. Belə stilli geyinirdi. Böyle pis qız döyüldü, saçı zadını atmışdı belə.